Qabilə 16 il iş veriblər. O haqda nə deyə bilərsən? Aha. Ver mən satdım. Yəni bax belə deyək də, bu Qaquliya düzdür məhkəməni veriblər. Biz də bayaqlarda oturduq söhbət elədik də. Yəni Akiflə də danışdıq, indi Elmanla da bu barədə söhbət eləyəcəyik. Biz Ağsaqqallar Şurası Avropa məhkəməsinə verəcəyik ki, Azərbaycan dövlətin prokuroru belə bir qərar çıxartıb o prokurora qarşı iş qaldıracağıq. Bəli. Və mütləq qaldıracağıq. Hələ bunu da Akifin ideyası oldu. Bu Allah saxlamış, Akif bunu deyib və biz bunu mütləq burada indi Elmanın hüquqşünası ilə də söhbət aparacağıq, danışacağıq ki, yəni Ağsaqqallar və onun üzvləri olanlar, kimlər ki gələcəklə bizə üzv olacaqlar, bu məhkəmə prosesini qaldıracaq ki, Azərbaycan Respublikasının prokuroruna qarşı iş qaldırılsın. Bütün orada dokumental sənədlər qoyacağıq, çəkilmiş videolardan qoyacağıq, xalqı necə əzirlər, döyürlər və Azərbaycandan nə qədər pul və bol durumu da ora əlavə eləyəcəyik ki, bu qızlarına, evlatlarına belə şey alır. Belə bir prokuror bunların cinayət bunlara qarşı qaldırmır, amma xalqın yolunda mübarizə aparan Elşada, Qabilə, sonra o İmaməddinə və 13 nəfərə. Orxan gələcək. Orxan. Bunlara iş qaldırır. İlqar Hacıyev gələcək. Sağ ol, İlqar Hacıyevə. Voşum iş qaldırırlar. Bax, bunun məsələsini biz qoyacaq ortalığı ki, bu məhkəmə olunsun Avropada. Və Qaqra məhkəməsinə gedəcək bu ki, həmin o Azərbaycanın o başdan xəstə, hinduşqabaş Mazellanın prokuroruna iş qaldıracaq. Bəli. 100%. 100%. Deməli,